Bakının mərkəzində yerləşən bu restoran qonaqlarına təkcə dadlı yemək yox, həm də fərqli xidmət təqdim edir. Salam. Zəhmət olmasa yeməyinizi götürün. Nuş olsun. Çox sağ ol. Ənənə olan hamımızın bildiyi ofisiantı gözləyirdim. Lakin gördüyüm mənzərə məni təəccübləndirdi. Mənə xidmət göstərən Zər adlanan süni intellekt idi. O, sifarişləri operativ şəkildə masalara çatdırır və gündəlik əməliyyatları diqqətlə yerinə yetirir. Danışa bilməsi və interaktiv davranışı isə xidmət prosesinə həm sürət, həm əyləncə, həm də müasirlik qatır. Restoranımızda bizimlə bərabər robot da çalışır, yüksək səviyyədə qulluq eləyir, özü də Azərbaycanca yaxınlaşır. Xoş gəlmisiniz, qulluq necə lazımdır, yəni qulluq yüksək səviyyədə qulluq eləyir bizimlə bərabər. Zəri artıq komandanın bir üzvü kimi görən işçi heyəti işlərinin yüngülləşdiyini və müştərilər tərəfindən yeni robot ofisiantın sevildiyini deyirlər. Azərbaycan dilində əmrləri anlayıb cavab verən Zər ölkədə ilk belə robot ofisiantdır. İlk dəfə restoran sektorunda Azərbaycan dilində danışa bilən robotun istifadəyə verilməsi xidmət sahəsində rəqəmsal transformasiyanın növbəti mərhələsidir. Restoranında tətbiq olunan bu yenilik xidmət keyfiyyətinin yüksəldilməsi üçün nəzərdə tutulub. Artıq robot qonaqlar, xüsusilə azyaşlılar tərəfindən böyük maraqla qarşılanır. Texnologiya artıq həyatımızın hər sahəsinə daxil olub. İndi isə masalarımıza qədər gəlib bizə xidmət edir. Zər sadəcə robot deyil, xidmət mədəniyyətində yeni mərhələnin başlanğıcıdır. Görünən odur ki, gələcəyin restoranları artıq təkcə dad yox, həm də innovasiya təqdim edəcək. Əzizə Mahmudzadə, Sabir Şahbələdov, Telesəhər.